Keçmiş dərslərimizdə distraction metodu ilə tanış olmuşduq. Ancaq bu dərsdə həm bu mövzunu daha dərindən öyrənəcəyik, həm də iki əlavə operatorda keçmiş olacaq. Bunlar rest və split operatorlardır. İlk olaraq distraction metodu ilə gəlin tanış olaq. Obyektlərdə və ya massivlərdə dəyərləri parçalamaq üçün bu metoddan istifadə edək. Misal, birincisi bir user obyekti yazıram və bura name olaraq Əli və age olaraq 25 dəyərlərini verirəm. Biz bu dəyərləri konsola user.name və yaxud da ki user.age şəklində yazdığımız zaman konsola bu dəyərlər gəlmiş olacaqdır. Ancaq mən gəlib distraction metodundan istifadə etsəm, sadəcə gəlirəm burada let dırnaqlı mütərizəni açıram və burada name'i və age'i, yəni age keylərini bu şəkildə yazıram və bunu bərabər eləyirəm user obyektinə və konsola name'i yazdırdığım zaman əlini, age'i yazdırdığım zaman isə 25 rəqəmini görmüş olacağım. Və yaxud da ki, bunu gəlin əreylər üzərində də yoxlayaq. Bura gəlirəm let array 1 bərabərdir 1, 2 və 3 dəyərlərini yazıram. Və yenə eyni qaydada let qapalı mötərizəni əlavə edirəm. Bura istədiyim hərfi yaza bilərəm. Misal A, B və C. Və bunu bərabər eləyirəm array 1-ə, yəni massivə. Və konsola A yazdığım zaman baxın bir dəyərini almış olacaq, 0-cı indeksi. C-ni yazdığım zaman isə 3 dəyərini burada görmüş olacaq. Misal mən gəlib burada olmayan bir rəqəmi əlavə etmək istəyirəm. Misal D hərfini əlavə edirəm və D-ni yazdığım zaman isə baxın undefined cavabını almış olacaq. Çünki massiv içərisində 4-cü rəqəmi biz qeyd etməmişik. Daha sonra obyekt üzərində tutalım ki, name və age keylərinin adlarını yazmayıraq. Özümüzdən hər hansısa bir ad yazmaq istəsək. Misal, mən gəlib buna 2 nöqtə qoyuram və username əlavə edirəm. Və bura 2 nöqtə qoyuram, yaş əlavə edirəm. Və konsolda name yox, username yazıram. Baxın, 50 dəyərini görmüş olduq. Biz eyni qaydada yaşı da bura əlavə etsək, yaş və 25 dəyərini görmüş olacaq. Bunu əreylər üzərində misal üçün etsək, tutalım ki, bura 1 yazıram. Baxın, indidən error vermiş oldu. Yəni, əreylər üzərində bu şəkildə etmək doğru deyil. Biz sadəcə bir hərf və yaxud da ki, özümüzdən hər hansısa bir tutalım ki, array 1 də yaza bilərik. Array 1 yox, üzr istəyirəm. Dəyişənin adına bərabər olmasın. Baxın, dəyişənin adına bərabər olduğu zaman tutalım ki, bunu array 1 yazıram. Baxın, error vermiş oldu və gəlib burada da baxdığımız zaman yenə error vermiş olacaqdır. Çünki errorda deyir ki, array 1 onsuz da tanımlanıb. Yəni, sən bunu ikinci dəfə də tanımlaya bilmərsən. Və array yazıram bu şəkildə. Konsola yazdığım zaman baxın, bu dəyəri görmüş olacam. İndi default dəyər tanımlamaq istəsəm, misal bunu obyekt üzərində yoxlasaq, tutalım ki, bunun içərisi boş olsun və mən bura gəlirəm, name'i bərabər eləyirəm Əliyə və bunu da bərabər eləyirəm user obyektinə ki, bunu biz görmüşdük
keçmiş dərslərimizdə və konsola name yazdığım zaman buradan silirəm. Name yazdığım zaman baxın 50 dəyərini görmüş olacağam. Bu da default olaraq obyektə key və value əlavə etməkdir. Daha sonra nested elementlərdə distraction metodunu necə istifadə etmək olar? Tutalım ki, mən gəlirəm burada yenə let user bərabərdir name'i bu şəkildə yazıram və adresini gəlirəm burada yenə dırnaqlı mötərizəni əlavə edirəm. Set olaraq bunu Bakıya bərabər eləyirəm. Adres olaraq da, daha doğrusu telefon nömrəsi olaraq da misal bu şəkildə yazsaq 055 555 55 55 şəklində yazsaq, baxın VS Code extensionların köməyi ilə mənə bu şəkildə error vermiş oldu. Yəni sintaks baxımından düzgün yazmadığımı qeyd etmiş olur və burada konsolda baxdığım zaman baxın error gəlməmiş olacaqdır. Extensionların köməyi ilə bu həqiqətən də çox vacib bir məqamdır. Çünki biz artıq yazacağımız kodun sonradan error verməməsi üçün extensionlar bizə həqiqətən bu baxımdan kömək etmiş olur. Bu həm də tutalım ki, konsola user.adres.phone yazdığım zaman baxın dəyər olaraq bizə bu şəkildə fərqli rəqəmlər vermiş oldu. Bu da JavaScript-də 0 ilə başlayan ədədlər xüsusi davranış rolu oynayır. Burada JavaScript avtomatik olaraq 0 rəqəmi ilə başlayan ədədi 8-lik say sisteminə çevirmiş olur və 0-ı buradan siləcəkdir. Digər rəqəmləri 8-lik say sistemi ilə bu şəkildə, baxın, üzr istəyirəm, bu şəkildə yazmış olacaqdır. Mən əgər o səhvi bir daha edək, gəlirəm 0-ı ikinci rəqəmə əlavə edirəm, baxın, doğru bir, belə deyək, rəqəmi almış olacaq. Ancaq 0 başda olduğu zaman bunu avtomatik olaraq JavaScript 8-lik say sisteminə çevirmiş olacaqdır. Ona görə də bu hər zaman ümumiyyətlə obyekt içərisində verəcəyimiz dəyərlər hər zaman dırnaqlar içərisində yazılmış olsun və bu şəkildə yazdığım zaman həmin rəqəmi görmüş olacaq. İndi nested elementlərdə tutalım ki, mən bu şəkildə yazırdım. User.address.phone yazdığım zaman bu dəyəri almış olurdum. Ancaq bunu distraction metodundan istifadə edərək bunu silirəm. Ya da ümumiyyətlə bunu da hələ ki silim. Let dırnaqlı mötərizəni əlavə edirdim. Hal-hazırda user içərisindəyəm və bu user içərisindəki adresi yazmış olam və 2 nöqtə əlavə edib yenə dırnaqlı mötərizəni əlavə edirəm və indi hal-hazırda adres obyektin içərisindəyəm və bura gəlib sadəcə phone yazdığım zaman artıq bunu user obyektinə bərabər edərək konsola phone dəyərini bu şəkildə yazmış olacağım və artıq konsolda həmin dəyəri görmüş olacağım. Bunu arraylər içərisində necə edə bilərdik? Tutalım ki, array yazıram və bərabər eləyirəm. Bir dənə də array olsun içərisində. Bunu bir adam adı, bir yaşını yazıram. Daha sonra ikinci bir array olsun. Bu da vəli olsun. Buna da bir 30 yaş yazaq. Və let bir array əlavə edirəm. Daha sonra
İndi hal-hazırda array'in içərisindəyik və bura A virgül B yazdığım zaman gəlin ilk olaraq bu şəkildə baxaq. Konsola A yazsam, baxın bu array'i almış olacağım. Düzdürmü? Ancaq mən gəlib bunu yenə bir array'dən istifadə edirəm. A virgül B şəklində yazıram və bunu da qapalı mötərizədən istifadə edib yenə A C virgül D şəklində yazıram. A yazdığım zaman 50 dəyərini burada görmüş olacağım. B yazdığım zaman isə və yaxud da ki B yazmıram, D yazdığım zaman isə baxın 30 rəqəmini bu şəkildə görmüş olacağım. Yəni nested elementlərdə dağıdıcı rolunu da bu şəkildə görmüş olduq. Və son olaraq rest və split operatorları nə işə yarayır? Gəlin bunu görək. Misal bura let user bərabərdir name 50 olsun, age 25 olsun, sit olaraq da akı olsun və bunu sərbəli hala salaq. Və mən tutalım ki let yenə eyni qaydada dırnaqlı mötərizəni əlavə edirəm. Name'i yazıram və digər iki dəyəri rest operatoru ilə bu şəkildə yazırıq. 3 nöqtə qoyuruq və bura tutalım ki hər hansısa bir hərf və yaxud da ki rest sözünün özünü yazırıq və bunu bərabər eləyirəm user'a və baxdığım zaman konsolda name'i birinci yazıram. Baxın name 50 olaraq, yəni string tipində gəlmiş oldu. Bəs rest hansı tipdə gələcəkdir? Baxın obje şəklində gələcəkdir. Bunu ayrı bir obyekt içərisinə belə deyək almış oldu və age və sitini bu şəkildə bir obyekt içərisində yazmış olacaqdır. Misal mən gəlib bunu B kimi dəyişirəm və bura B yazdığım zaman, yəni özümdən hər hansısa bir söz əlavə edirəm. Sadəcə rest yazmayaraq da özümdən hər hansısa bir söz əlavə edirəm və bu şəkildə yenə eyni qaydada dəyəri görmüş olacaq. Bu array'lərdə də yenə eyni qaydada bu şəkildə keçərilir. Gəlirəm burada 1 virgül 2 virgül 3 virgül 4 yazıram. Yenə eyni qaydada gəlirəm let qapalı mötərizə əlavə edirəm. Bura A virgül qoyuram və digər 2, 3, 4 rəqəmini bu şəkildə tutalım ki buna da B yazaq və bərabər eləyirəm array'ə. Ancaq bu B-ni yaza bilmirik. Baxın, kodumuz yuxarıdan aşağıya doğru oxunduğuna görə eyni bir dəyişkən ikinci bir dəyişkənə əlavə oluna bilməz. Və buna görə də burada xəta almış olduq. Buna da rest yazaq. Və burada da rest yazdığım zaman baxın 2, 3, 4'ü ayrı bir massiv içərisində düzmüş olacaqdır. Ancaq split operatoru bizdə nə işə yarayır? Tutalım ki, mən gəlirəm burada bunu silirəm. Daha doğrusu bunu silək. Aha. Gəlib burada let array 1 yazıram və bərabər edirəm. Yenə qapalı mötərizəni əlavə edirəm. Bu səfər split operatorunda başlığa əlavə edirəm. Tutalım ki bunu yazıram. Yəni arraydəki bu dəyəri yazmış olam. Bu 4'ü yazmıram. Və daha sonra bura 4 rəqəmini əlavə edirəm. Və konsola baxdığım zaman array 1 nə etmiş oldu? Baxın, yeni bir massiv şəklində yazdı
və bura 1, 2, 3-ü massiv içərisinə bu şəkildə yaydı və 4-ü də əlavə etdi. Burada split operatorunun da məqsədi massiv və yaxud da ki, obyekt içərisində həmin dəyərləri yaymaqdır. Və mən belə deyək, massivin başlığına bu şəkildə yazdığım zaman ilk olaraq həmin dəyərləri yeni massiv içərisində yayacaqdır və tutalım ki, mən hər hansısa rəqəm əlavə etmək istəyirəm. Misal 4 və yaxud da ki, rəqəmlər əlavə etmək istəyirəm. 10 rəqəmini əlavə edirəm. Baxın, 1, 2, 3, 4 və 10 rəqəmini də bu şəkildə yazmış oldu. Yəni, rest operatoru ilə split operatoru arasındakı fərq də ondan ibarətdir ki, rest operatoru yığır, belə deyək, dəyərləri yığır və bir digər başqa bir massiv və yaxud da ki, obyekt içərisinə düzmüş olur. Split operatoru isə həmin massiv və yaxud da ki, obyekt içərisində həmin dəyərləri yaymış olur. Və istədiyimiz yeni bir dəyər də split operatoru vasitəsilə əlavə etmiş ola bilərik. Bu dərsimizdən də bu qədər. Artıq növbəti dərsimizdə funksiyalar mövzusu ilə tanış olacaq. Növbəti dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.